Artıq hamı dəqiq bunu bilir ki, bəli, ayrı bir yol yoxdur, məşğul olmaq lazımdır, bilik qələbə gətirəcəkdir. Yəni bu çox böyük üstünlükdür. Vətəndaşlar üçün də, bizim üçün də. 2009-cu ildən başlamışıq bütün müsahibələrin video çəkilişinə aparmağa. Namizədin razılığı olduğu halda. Hərdən mən özüm əsas hansısa bir təklifi eləyirəmsə, əgər işin qarşısına çıxmışsa, mən başlayıram özümə də aparət eləməyə. Biz apardığımız iş çox vacib işdir və bu iş hər bir gəncin talehinə təsir göstərə bilər. Və bu məsuliyyəti hər bir an biz hiss edirik. Valideyn öz uşağını hamıdan yaxşı bilir və onun gücünə uyğun olaraq ona hansısa məqsəd qoymalıdır. Hərdən empatiya hissi də məcbur eləyir ki, sən sərt qərar verərsən. Bu siz, bu Dövlət İmtahan Mərkəzi, bu da sizin deyək ki, kitablarınız. Hər şey dünyada baş verə bilər, hər şeyi insan itirə bilir. Amma bilik və bacarığını onun əlindən heç kim ala bilməz. Mənə elə gəlir ki, indiyə qədər biz apardığımız iş ölkəmizdə insan kapitalının formalaşmasına kifayət qədər təsir göstəribdir və bu çox məsuliyyətli işdir, vacib bir işdir.